Salam dostlar, necəsiz? Bu günləri yenə deyəcəm bilirsiniz, amma bilmirsiniz çünki mən YouTube'a birbaşa video çəkməyə başlamışam. Yəni mən o qədər də çox tanımırsınız həqiqətən ki. Deməli bu günləri gedirəm bir salona. Bilmirsiniz, amma mən dırnaq düzəldirəm. Dırnağı necə başladığımı da video çəkəcəm. Yay üçün özümə gəlir əldə edeyim deyə bir salon axtarıram. Görək bu salon necə olacaq xeyirlisi. İnşallah əgər razılaşıb işə başlasam xəbər eləyəcəm. Sizə də burada bölüşəcəm. Çünki məndə xarakter olaraq elə bir insanam ki, mən danışaraq, yəni ünsiyyət qurmağı daha çox sevirəm. Məsələn, Instagram TikTok, yəni mənə o qədər də səmimi gəlmir. Nə oradakılar, nə də ki oradakıların həyatı. Çünki hər şey belə sadəcə göstəriş üçündür. Yəni mənim Instagram səhifəm belə sadəcə göstərişdir. Yəni YouTube-dan heç bir əlaqəsi olmayacaq Instagramın. Çünki YouTube-da daha səmimi, daha ünsiyyətçil olmağa çalışacağım. Onsuz da yəni mənim xarakterimdədir. Amma Instagramda məsələn daha cool şeylər, yəni biraz belə havalı biri kimi, yəni necə deyim, soyuqqanlı biri kimi görükürəm orada. Amma heç elə deyil. Okey, o TikTok'umun, o Instagram'ın kontentidir, amma YouTube'umun kontenti tamamen fərqli olacaq. Bir dəqiqə yol keçirəm. Yəni belə. İndi gedək salona, görək nə olur, başımıza nə işlər gəlir. Gəldim, çatdım salona, salon burada. Görək nə olur. Bizə dostlar, danışdım, çıxdım. Məndən intervyu götürən xanımı çox bəyəndim. Ümumiyyətlə kollektiv də yaxşı idim. İndi mənə geri dönüş eləməlidirlər. Ümid edirəm ki, geri dönüş eləyərlər. Belə dedi ki, influencerlər falan gəlir bura, çox gəlirlər, blogerlər. Yəni əsas müştəri bazamız olardı. Bəs biz sənin səhifəni tağ edəcəyik, belə olacaq. Həm salonda işləməyin dostlar bir şey yaxşıdır ki, yəni sən müştəri ilə işləməyi öyrənirsən. Müştəri ilə işləməyi bilirəm, amma yəni müştəri ilə maksimum, məsələn, evdə çalışdığım zaman bir dənə müştərim olur. Amma məsələn, salonda 2 dənə olacaq, 3 dənə olacaq. İnsan psixologiyaları fərqli olmuş olur da. İndi görək necə olur. İnşallah ki, yaxşı olar. Görək, neyinirik. İndi xəbər gözləyək xanımdan, görək nə deyəcək. Və əlbəttə ki, xəbəri də sizinlə bölüşəcəm, sözsüz ki. Gəldim 28 Mola. 28 Molda təzə mağaza açılıb. Girib baxmadım. New Yorker'lə Mangoya baxmışam hələ ki. Açarlı bir şeylər almıram özümə. Baxaq görək nə var. Ürəyim sıxılır. Yeni bir şeylər istəyirəm. Belə bir futbolka götürmüşəm. Amma hələ ki qələmişdirməmişəm. Alım yoxsa yox. Tamam. XS. Sanki XS belə götürürəm, elə bir oversize'dir da, yəni. Dərdimi kimə deyim ayağımda. Outfitcik, bu da belə. Bu da çantam. Bunu iri yadımdan çıxıb, amma İsmail'də Lahaca gedəndə, Lahac kəndindən orada ağlayıb ona özümü aldırmışdım ki, o sumkanı mənə alasınız. Hələ də onu xətrə kimi saxlamışam. Növbəti budur. O birisi patruşkam dedi ki, götürmə, çox sadə deyil, rəngi nədir falan. Bu necədir sizcə? Çox da rahatdır özdə. Birində gətirmişəm özümdən mavi. İndi onu da geyinib baxacam. Pis deyil məncə. Yəni, almaq olar. Digəri də budur.
Belə bir şey. Elə bir bu ondan yaxşıdır, hə? Bence bu. Bu çok şeydi. Mesela o değildi. Ümumiyyətlə mən cızlı şeylərə heç xoşlanmıram da. Bilmem ki hangisidir. Rengilerini hiçbirini götürmedim. Böyle tam da böyle rəyimcə değildiler diye götürmedim. Yani çok da o değildi. Neyse bakıram indi görən başqa nə var. Konsileri yoxlayıram. İnşallah qafada bitirə bilərəm. Neyse almağı çok istiyordum ama təəssüf ki ürəyimcə bir şey olmadı. Karakterim dostlar beni o kadar yorur ki yani o kadar seçimcil yani böyle mükemmeliyetçi bir insanım ki her şey mükemmel olmalıdır ama hayat böyle değil. Ona göre ablanız biraz yorulmuyor değil. Yine gide görək neler olur. Başınıza ne işler gelir. Ve bu günləri veçer üçün paltarımı dərziyə aparmalıyam artıq. Məncə bugün vaxtıdır. Saat 3'də müştərim var. Dırnaq səhifəmi buradan qeyd edəcəm. Abunə olmağı, bəyənməyi və postlarımı kaydetməyi unutmayın. Instagramdan gedir söhbət. Belə, sağ olun, qalın. Bu da sizinle bir günüm. Bir şey diyeyim. Ne hakkında video çekmemi istəyərsinizsə, onu qeyd edərsiniz. Mən də ona uyğun bir şeyler çəkərəm.